Hər birinizi salamlayıram dostlar. Bugün bir neçə günlük fasilədən sonra yenə də GeoGuessr videolarına davam edirəm. Bugün məsafəni tuzdurmaq oynayacağıq. Yəni ən yaxın məsafədən demək. Ən yaxın məsafəni seçmək. Battle Royale Distance. Görək necə olacaq. Artıq ən yaxşı vaxtda girdim lobiyə. 2 saniyə qalmışdı oyunun başlamağına və getdik. Bura hara ola bilər? Mebel. Rusiyaya oxşuyur bura, amma yəni elə məncə Rusiyadır. Serbiya zad olmaz bura məncə. Elə Rusiyaya oxşuyur daha çox. Buradan çay da keçir. Artıq seçim eləməliyik. Yox, Rusiya deyil bura məncə. Yox, elə Rusiyadır. Prosto tam madadan lap uzaq şərq tərəfdədir. Uzaq şərq hissəsi. Çox böyükdür Rusiya. Ona görə yəni mən fikirləşdim digər Slavyan ölkələrinə yaxın seçim birdən başda Slavyan ölkəsi olar deyə. Tam Rusiyanın əks tərəfi çıxdı amma. Nəysə, görək bura haradır. Apartamento vendisi. Günəşin də şimaldan gəldiyini nəzərə alsaq, bura 100% Cənubi Amerikadır. Amma hansı ölkə? Qarşıya gedək, görək nə var. Sabores restoran. Neyse. Son anda seçim eləyə bildim. Braziliya idi. Argentina seçdim. Bu necə oxunur bilmirəm, çünki Portugal dilini bilmirəm, amma Goiânia belə bir şeydir. Bura Avropadır, yəni bundan demək olar ki, əminəm. Amma Avropanın harası? Evlərə tərəf gedəcəm, görüm nə var orada. Bəlkə bir yazı tapa bildim. Qəbirstanlıq var burada. Polşaya zada oxşuyur bura. Amma yenə də əmin deyiləm. Polşanı seçəcəm. Əsas ki, növbəti raunda keçirik bu vəziyyətdə. Və bura Xorvatiya, yox, Macaristan imiş. Olsun, əsas odur ki, növbəti raunda keçdik. 528 kilometr aralı seçmişəm mən. Burada plakat var. Bu plakatı oxuyacağım. Yəqin ki, burada hansısa şəhərin və ya kəndin adı yazılıb. Yox. Linkslan, Rexverbi. Daan. 2A adətən Niderland dilində olur, amma tələsməyək. Qarşıda plakat var. Onu da oxuyaq. Görək nə var orada.
Aslında bura Niderland değil. Yok, Niderland olmaz bura. Cənubi Afrika adı da bənzəyir bura. Cənubi Afrika seçdim və 3-cü yerdəyəm. Və bəli, elə Cənubi Afrika Respublikasıymış. Sadəcə biraz yəni qərb hissəsini seçdim. Şərqli hissəsi çıxdı. Olsun. Ölkəni tuzdurdum, əsas odur ki. Bu da bir uğurdur. Və bura yəqin ki, yenə Avropa ölkəsi olar. Amma hələ görək nə olur. Bura bilmirəm, Balkanlara bənzəyir. Amma gedək görək nə var. Heç bir fikrim yoxdur, yəni heç bir ipucu da yoxdur, yəni. Serbiyanı seçdim, getdi və birinciyəm. Qəşəng seçim eləmişəm deməli. Və ikinci yeri 694 kilometr fərqlə qabaqlayıram. Və Şimali Makedoniyaymış. Dedim, elə dediyim kimi Balkanlardan bir yer çıxdı. Və məndən başqa Balkanlara səs verən yoxdur. Bura haradır görək. Qarşıda nəsə plakat var. Gedib onu oxumağa çalışacağım. Artıq son 5 nəfər arasındayım. Amma daha çoxunu eləyə bilərəm. Bayaqki təxmində Serbiya təxmini də göstərdi ki, düzdür Makedoniya idi, amma yenə də. Yaxınlaşa bilsəm bir dənə. Radio for Life. Bura hara ola bilər? Amerikaya bənzəyir məncə. Yox, çox uzaq oldu, Britaniya olar. Yox, 210 kilometrlə oyun uduzduq. Bura yenə Balkanlar imiş, Albaniya. Və təəssüf ki, uduzduq burada. Olsun, yenə də çox da pis oyun göstərmədim məncə. Sadəcə axırda tutuzdura bilmədim. Eybi yoxdur. Növbəti videolarda daha uğurlu olacağıma inanıram və daha uğurlu olmağa çalışacağım. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.